Kimin fitrə zəkatı varsa bu karta göndərə bilər. Fitrə zəkatınız varsa bizə yazın, yönəldək. Ramazan ayının sonuna az qalmış, sosial şəbəkələrdə belə elanların sayı artıb. İnsanların inamından, xoş niyyətindən istifadə edən bəzi dələduzlar müxtəlif profillər altında yardım elanları paylaşırlar. Yığılan pulların hamısı ehtiyac sahibinə, harda çatdırılacağı isə bilinmir. Ekspertlər isə vətəndaşları diqqətli olmağa səsləyirlər. Çünki yardım adı altında bank məlumatlarınızda ələ keçirilə bilər. Ümumiyyətlə, yəni son vaxtlar çoxalıb bu tipli fırıldaqlar, belə deyək də, yəni buna phishing deyirlər. Yəni məsəl üçün Novruz bayramında çoxu nə edirdi? Kartın nömrəsini götürüb atırdılar, gön papaq atırlar. Ondan sonra gəldi, yəni indiki variantdır ki, bu fitrə adı ilə, yəni ki, müəyyən bir mövzu götürürlər ki, müəyyən bir ailəyə biz dəstək olacaq və bu ilə əlaqədar pullar yığırlar. Burada əslində fırıldaqdır, yəni əsası bilinmir də, yəni əsası bilinirsə, təbii ki, əgər kimsə yaxınımız və s. o müəyyən bir ünvana göndərir, o ola bilər, o normaldır. Amma kimsə internetdə paylaşırsa və müəyyən bir mövzu qoyaraq eləyirsə, bu halda artıq ehtiyatlı olmaq lazımdır. Polis də son zamanlar artan bu cür elanlarla bağlı insanları daha diqqətli olmağa çağırır. Sosial şəbəkələrdə saxta profil və ya səhifələrlə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib, vətəndaşların etibarından və yardımsevərliyindən sui-istifadə edərək dələduzluq edən şəxslərə rast gəlinir. Bir daha vətəndaşlara belə profil və səhifələrə qarşı diqqətli olmağı, yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini tövsiyə edirik. Daxili İşlər Nazirliyindən o da bildirilib ki, bu kimi faktlarla üzləşən vətəndaşlar dərhal polisə məlumat verə bilərlər. Ruzana Kərimli, Davud İbrahimov, Xəzər xəbər.